Müsəlman yeni ili qeyd edərmi? Yeni ili bayram kimi əsasən xristianlar qeyd edirlər. Bizim dinimizdə isə yalnız iki əsas bayram var: Ramazan bayramı və Qurban bayramı. Təəssüf ki, öz bayramlarımız bu qədər coşqu ilə qeyd olunmur. Lakin buna baxmayaraq, bəzi insanlar yeni ili bayram kimi qeyd edirlər. Bəs hansı xristian Qurban və ya Ramazan bayramını qeyd edir? Əlbəttə ki, heç biri. Bəziləri deyir ki, mən bunu bayram kimi qeyd etmirəm, sadəcə yeni ilin gəlişini qarşılayıram. Amma burada bir sual yaranır. Biz yeni ilin nəyini qeyd edirik? Saat 12-ni bir saniyə keçdikdən sonra il dəyişir və insanlar sevinirlər. Bəs bu sevincin səbəbi nədir? Axı sadəcə vaxt keçir. Bir dəqiqə sonra 2026 olacaq. Bu dəyişən rəqəmlərin bizə nə xeyri var? Əsas olan rəqəmlərin dəyişməsi deyil, insanın düşüncəsi və davranışlarıdır. Bu bir il ərzində hansı dəyişikliklər etdik? Hansı günahlardan uzaqlaşdıq? Hansı yaxşılıqları həyata keçirdik? Əgər namaz qılmırdıqsa, bu il namaza başladıqmı? Qılırdıqsa, namazımızı daha da gözəlləşdirdikmi? Ən vacibi də inşallah qarşıdakı ildə necə daha xeyirli ola biləcəyimizi düşünməliyik.